Təbiətdə olduğu kimi riyaziyyatdakı fiqurlar da bəlli bir qanunlara tabedirlər. Yəni təbiət bizə öz qaydasını qoyur, biz də o qaydaya uyğun hərəkət etməliyik. Təbiət bizə deyir ki, sən iç uzaq çəkmək istəyirsənsə, nə kadar iç uzaq çəksən, sənin aldığın iç uzaqda iç uzaq bərabərliyi olacaq. Yəni iki tərəfin uzunluğunun cəmi üçüncü tərəfdən həmişə böyük olacaq. Siz bu qaydanı pozmaqsınız, poza da bilməzsiniz. Yəni o qaydaya uyğun olmayan heç bir iç uzaq çəkə bilməzsiniz. Burada iç uzaq bərabərsizliyini bilirik. Ondan sonra bütün iç uzaqların daxili budaqların 180 dərəcə olduğunu bilirik. İxtiyari çevrənin uzunluğunu biz onun diametrine bölsək pi ədədini alırıq. Bunu da bilirik. Yəni heç bir fiqur sıradan deyil. Bir çoxu qızıl standartlara tabedir. Gəlin bu qızıl standartların birini də öyrənək. Yəni trigonometriyanı. Əvvəlki mövzuda qeyd etdiyimiz kimi mövzunu öyrənməyə mövzunun adından başlayaraq gəlin trigonometriya sözünün mənasını təhlil edək. Deməli, tri, qon, bucaq, metr isə ölçmək deməkdir. Yəni bundan biz iç uzaqları ölçürəm. İç uzaqları ölçürəm nə deməkdir? Təbiətdə iç uzaqları var və mən onun bucağı ilə tərəfi arasındakı əlaqə varmı, yoxmu onu öyrənməyə çalışıram və baxıram ki, vardır. Yəni ki, bu bərabərliyə, bu qaydalar harda olacaq? Düz bucaqlı iç uzaqda olacaq. İxtiyari bucaqlı iç uzaq götürsəm, onun bucağı və tərəfi arasındakı bir əlaqə olduğunu görəcəm. Gəlin bir düz bucaqlı iç uzaq çəkək. Deməli, dedik ki, düz bucaqlı iç uzaqda bucaq və tərəf arasında əlaqə var. Hər hansı bir bucaq götürsəm, biz bilirik, düz bucaqlı iç uzağın tərəflərini adlandırmağı bilirik. Biz iki bucaq qarşıdakı tərəflərə katet, 90 dərəcə bucaq qarşıdakı tərəfə hipotenuz deyirik. Deməli, hər hansı bir alfa bucağı götürsəm, düz bucaqlı iç uzaqda alfa bucağı qarşısındakı katetin hipotenuzda olan nisbətinə sinus deyəcəm. Yəni ki, mənim alfam 30 dərəcəsə, bütün 30 dərəcəli bucaqlarının sinusu eyni olacaq. Mənim alfam 40 dərəcəsə, yəni 90 dərəcəyə qədər bütün iç uzaqları deyə bilərik. Yəni nədirsə, mənim iç uzağımın ölçüsündən asılı olmayaraq, onun katetini hipotenuza bölsəm, bütün iç uzaqlarda eyni bərabərliyi alacaq. Yəni ki, mənim iç uzağım çox böyük ola bilər, ölçüləri çox böyük ola bilər və yaxud da balaca ola bilər. Amma bu iç uzaqların bir-birinə oxşardırsa, bu iç uzaqlarda nisbətlər həmişə eyni olacaq. Yəni ki, katetin hipotenuza nisbəti eyni olacaq. Bunu adlandırıblar. Sinus deyiblər, sinus alfa deyiblər. Sinus sözünün mənası nə deməkdir? Əyri deməkdir. Biz sinus'a bir budaq kimi də baxa bilərik. Yəni alfa budağından söhbət gedir. Əyri deməkdir. Yəni alfa əyrisi. Biz belə də adlandıra bilərik. Alfa budağı da deyə bilərik. Qısaca sinus alfa kimi yazıldığına görə biz də sinus alfa götürərik. Yəni əslində mən bura alfa budağı da yaza bilərəm. Alfa budağı nəyə bərabərdir deyə yaza bilərəm. O sinus alfa, yəni əyrim. Bu nəyə bərabərdir? Katetin hipotenuza, yəni ki, alfa budağı qarşısındakı katetin hipotenuza nisbətinə sinus alfa deyəcəm. Kosinus isə nə deməkdir? Tamamlayıcı demək. Kosinus tamamlayan, tamamlayıcı deməkdir. Tamamlayıcı bucaq nə deməkdir? Biz bunu bilirik. Bilirik ki, iti bucaqlarda tamamlayıcı bucaq odur ki, 90 dərəcəyə tamamlayan. Mənim bucağım 30 dərəcədirsə, hansı 30 dərəcəni 90'a tamamlayan, yəni 90 çıxı 30, 60 dərəcəlik bucaqdırsa, onun tamamlayıcısı bucağı deyəcəyik. Düz bucaqlı bucağın iti bucaqlarda bir-birinin tamamlayıcısı olduğuna görə, demək sinus alfa, ikinci və beta deyə də kosinus alfa deyəcəm, yəni tamamlayıcı bucaq. Bu nə olacaq? Bu B-nin, yəni ki, biçik alfaya biçik katetin hipotenuza nisbəti olacaq. Və bu nisbətlərdən də bir çox düsturlar çıxacaq. O düsturlarda əlcə formasında biz yadımızda saxlayacaq. Dedik ki, kosinus tamamlayıcı deməkdir. Yəni kosinus alfanın yerinə biz sinus 90 çıxaq alfa yaza bilərik. Sinus 90 çıxaq alfa da nə deməkdir? Sinus beta. Baxın, bir yerdə birini yazdıq. Bu qaydada, bizə verilən bu qaydalarla biz baxdıqca təbiətdəki bu bütün üst bucaqlar, yəni düz bucaqlar bu qaydaya tabedir və bu tabeliklə biz nələr çıxacaq? Düsturlar çıxacaq, hər düsturun içindən də özündən düsturlar çıxacaq. Bu düsturları da əzbər olaraq yadımızda saxlayacağıq və misallara tətbiq edəcəyik.